Onkologiya, şiş, xərçəng. Bu sözlər hamımızda bir qorxu hissi, təşviş, həyəcan yaradır desək, heç də yanılmarıq. Lakin bütün bu hissləri yaşamağa bizi nə vadar edir? Həqiqətənmi onkologiya bu qədər vahiməli diaqnozdur? Bunun qarşısının alınması üçün nələri bilmək lazımdır? Sonadək izləyin ki, sağlamlığınızda yarana biləcək problemlərin qarşısını vaxtında ala biləsiniz. Özünüzü, yaxınlarınızı ağır fəsadlardan qoruyasınız. Kanala abunə olun, bəyənin ki, sizə faydalı tövsiyələri qaçırmayasınız. Ha belə başqalarının da məlumatlı olmasına vəsilə olasınız. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Yenə də həkim qeydləri, maraqlı faktlar və faydalı məsləhətlərlə sizinlə tibb üzrə fəlsəfə doktoru Fəxrəddin Əfəndiyevdir. Mövzumuz onkologiya. Niyə insanlar kütləvi surətdə dünyasını dəyişir? Bütün dünyanı cənginə almış onkologiya dalğası dağıdıcı tsunamiyə çevrilə bilər. Təkcə 2018-ci ildə dünya üzrə 18 milyondan çox insana ilkin olaraq onkoloji xəstəlik diaqnozu qoyulmuşdur. Təqribən 10 milyon insan xərçəngin müxtəlif növlərindən dünyasını dəyişmişdir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə 2025-ci ilədək dünya üzrə 20 milyondan çox insanda onkoloji xəstəlik qeydə alınmışdır. Bunların 80%-i aşağı və orta gəlirli ölkələrin payına düşür. Azərbaycan orta gəlirli ölkələr sırasındadır. Rəsmi statistikaya görə son 10 ildə Azərbaycanda onkoloji xəstələnmə halları 30% artmışdır. Müqayisə üçün deyək ki, həmin periodda ürək-qan damar sistemi xəstəlikləri 5%, ağciyər xəstəlikləri 11% artmışdır. Hal-hazırda Azərbaycanda onkoloji xəstəliklərin müxtəlif növləri ilə 58 mindən çox xəstə mübarizə aparır. Bu ümumi xəstələnmə hallarının 2,7%-ni təşkil etsə də, ölüm səbəbləri sırasında ürək-qan damar sistemi xəstəliklərindən sonra ikinci yerdədir və 12,5% təşkil edir. Son 50 ildə onkoloji xəstəlikdən ölüm hallarının artım dinamikasına nəzər yetirək. 1970-ci ildə ölkə üzrə ümumi ölənlərin sayı 34.506 olub. Bunlardan 11.320 nəfər ürək-qan damar sistemi xəstəliklərindən, 7.480 nəfər tənəffüs sistemi xəstəliklərindən, 3.230 nəfər digər səbəblərdən, 4254 nəfər isə onkoloji xəstəliklər səbəbindən dünyasını dəyişmişdir. Növbəti 10 illikdə isə bu rəqəm daha da artaraq 4898 olmuşdur. 90-cı illərdə bu rəqəmlərdə azalma müşahidə edilsə də, 2000-ci ildə və ondan sonraki illərdə rəqəmlərdə artım müşahidə olunur. 2019-cu ildə onkologiyadan ölənlərin sayı 8819 olub. Bu isə o deməkdir ki, 1970-ci ildə yenitürəmədən ölümə görə əhalinin hər 1000 nəfərinə düşən rəqəm 82,3 idisə, 2019-cu ildə bu rəqəm 89 təşkil edib. Uzun illərdir ki, bioloqlardan, həkimlərdən və genetiklərdən ibarət beynəlxalq komanda xərçəng törədicilərinin genomunu tapmağa çalışır. 21-ci əsrin vəbası kimi tanınan onkoloji xəstəliklərin ehtimal olunan əsas səbəbləri hansılardır? Kanserogen faktorların top 10 sırası bunlardır. 33% siqaret çəkmə, 25% piylənmə və düzgün olmayan qidalanma, 23% irsi meyillik və başqa faktorlar, 5% hipodinamiya, 5% zərərli istehsalat riskləri, 3% alkoqol, 2% ətraf mühitin çirklənməsi, 2% farmasevtik məhsullardan sui istifadə, 2% ultrabənövşəyi şüalanma. Şuurlu olaraq özümüzü və yaxınlarımızı nədən qorumalıyıq ki, ölkəmiz bir neçə 10 illikdən sonra insansız boşluğa çevrilməsin?
Siqaret. Siqaret çəkmə hüceyrənin genetik məlumatını zədələyən və bədxassəli şişlərin inkişafına təkan verən ən güclü faktorlardan biridir. Tütün məmulatlarının istehlakı son illər durmadan artaraq rekord rəqəmlərədək yüksəlmişdir. Statistikaya görə Azərbaycanda kişilərin 50%-dən çoxu siqaret çəkir. Ekspertlərin hesablamaları göstərir ki, əhali sayına görə adam başına çəkilən siqaretin sayına görə dünyada birinci yerdə Rusiyadır. İkinci yerdə Çin və üçlüyü bitirən isə Cənubi Koreyadır. Top reytingə Yaponiya, Türkiyə, Almaniya, İndoneziya, Amerika Birləşmiş Ştatları, Filippin və Hindistan daxildir. Son zamanlar ölkəmizdə nikotin asıllığına düçar olan qadınların və gənclərin sayının artması təşviş doğurur. Belə ki, bunlar ölkənin genofondudur, onun gələcəyinin rəhnidir. Tütün tüstüsündə 7000-ə yaxın kimyəvi maddənin olduğu elmi cəhətdən sübut edilmişdir. Bunlardan ən azı 250-si ziyanlıdır. 70 isə birbaşa kanserogen təsirə malikdir. Təəssüf ki, bəzilərində qəlyan çəkməyin təhlükəsiz olması barədə yanlış təəssürat formalaşmışdır. Qəlyan çəkərkən yüksək konsentrasiyalı dəm qazı və digər toksik təsirli qazlar ayrılır ki, bu da ağciyər xərçənginin inkişafına səbəb olur. Qəlyan tüstüsünün tərkibində, hətta filtrdən keçsə belə, çox miqdarda təhlükəli kimyəvi maddələr var ki, adi siqaret çəkənlərdə olduğu kimi ağır fəsadlara səbəb ola bilər. Mentol və ya nanə qatqılı aromalı siqaretlər də ziyandır və adi siqaretlər kimi ağır xəstəliklərin inkişafı və vaxtsız ölüm riskini artırır. Piylənmə və düzgün olmayan qidalanma. Mədə-bağırsaq traktı və digər daxili orqanların onkoloji agentlərindən biri də düzgün olmayan qidalanmadır. Dietologların bu barədə rəyi yekdildir. Doymuş yağlardan, rafinə edilmiş karbohidratlardan, habelə yüksək dərəcədə emal edilmiş və tərkibində artırılmış şəkər olan qidalardan uzaq durmaq lazımdır. Hal-hazırda yeni törəmələrin inkişafını dəstəkləyən bir çox qida faktorları məlumdur. Bunların bir hissəsinin kanserogen təsiri təsdiq edilmiş, digərləri isə tədqiq edilir. Xüsusi diqqət bizim rasionumuza daxil olan böyük miqdarda ət məhsullarına, əsas etibarı ilə yağlı və hissə verilmiş məhsullara yönəldilmişdir. Ət məhsullarının ifrat və ya qeyri-rasional istehlakı bir neçə səbəbdən kanserogenezi stimullaşdıra bilər. Kanserogenlər ətin termik emalı prosesində, qızardıldıqda, hissə verildikdə və məhsula müəyyən dad keyfiyyəti vermək üçün əlavə olunan qatqılardan əmələ gəlir. Ət məhsulları kanserogen baxımdan qeyri-əlverişli birləşmələrin mənbəyidir. Bunlar doymuş yağlar, qida dəmiri, hüceyrə proliferasiyası faktorları olan hormonlar və sairdir. Kokanserogen aktivliyə malik azot birləşmələri, fenollar, krezollar, indollar, zülalın qida amin turşularınadək degradasiyası prosesi nəticəsində əmələ gəlir. Müəyyən edilmişdir ki, hissə verilmiş ət və balıq məhsullarında kanserogen təsirə malik polisiklik karbohidratlar var. Alimlərin hesablamalarına görə 50 qram hissə verilmiş kolbasada bir qutu siqaretin, bir banka şprotda isə 60 qutu siqaretin tüstüsündə olan qədər benspiren var. Polisiklik karbohidratların insana kanserogen təsiri sübut edilib. Qızardılmış ət və balıq da müəyyən təhlükə kəsb edir. Ət məhsullarının yağda qızardıldıqdan sonra mutagenliyi həmin məhsulun buxarda və ya qaynadılaraq pişirilməklə müqayisədə 10-50 dəfə artmış olur. Şişəleyhinə profilaktik diyeta gözləmək istəyənlərə tövsiyələr. Yağların ifrat istehlakına yol verməyin. Azad yağların maksimal miqdarı gündə bir xörək qaşığıdır. Zeytun yağı arzu olunandır. Digər yağlardan, xüsusən də heyvan mənşəli yağlardan çəkinin. Yağların yanmasına imkan verməyin. Qızartmaq və kulinar emal üçün istifadə olunmuş yağdan təkrar istifadə etməyin. Qaçılmazdırsa, bunun üçün kərə və ya zeytun yağı istifadə edin. Yağı yaxşı olar ki, kulinar emal zamanı deyil, hazır olandan sonra əlavə edin. Yağın şəffaf olmayan şüşə və ya bərk metal qutu qablaşmasında olanını alın. Qoz və fındıq məhsullarını qabıqlı halda alın. Uzun müddət saxlanılmış, təmizlənmiş günəbaxan tumunu yeməyin. Qidanı az miqdarda duzla hazırlayın və yeməyə duz əlavə etməyin. Şəkəri və digər rafinə edilmiş karbohidratları məhdudlaşdırın.
Ətin istehlakını məhdudlaşdırın. Əti bitki mənşəli zulallarla, paxlallarla, balıqla, kiçik suyun dərinliyində üzən sortları ilə, yumurta ilə, həftədə 3 yumurtadan çox olmaz, az yağlı süd məhsulları ilə əvəzləyin. Əti istehlak edərkən qida dəyəri şkalası nəzərə alınmalıdır. Bu şkalaya görə dəyərin azalmasına doğru istiqamət belədir. Ən dəyərlisi yağsız ağ ət, sonra balıq, dovşan, dana əti, toyuq, broiler olmasın, yağsız qırmızı ət, yağlı ət. Kolbasadan, sosislərdən, eləcə də kömürdə qızardılmış, hissə verilmiş ət və balıqdan imtina edin. Qidanı buxarda və ya zəif odda az miqdarda su ilə hazırlayın. Yanmış yeməyi yeməyin. Ağ çörəyi məhdudlaşdırın. Qida lifləri ilə zəngin çörək məmulatlarına üstünlük verin. Tərəvəzin qabığını soymayın, fırça ilə yaxşıca yuyun. Bulaq suyundan istifadə edin, suyun çöküntüsünün yatmasını gözləyin və ya digər yolla təmizləyin. Çay əvəzinə ot dəmləmələri, meyvə suyu için. Qazlı və ya süni əlavələri olan suyu içməyin. Fast fooddan McDonald's, KFC və sair imtina edin. Artıq yeməyin. Aclıq hiss etdiyinizdə yeyin. Alkoqoldan sui istifadə etməyin. Alkoqol, müxtəlif bədxassəli yeni törəmələrin inkişafında spirtli içkilərin sui istehlakının rolu inandırıcı şəkildə sübut edilmişdir. Qaraciyər xərçənginin inkişafında alkoqolun rolu yaxşı öyrənilmişdir. Qaraciyərin alkoqol patologiyasında kanserogenlərin detoksikasiya prosesləri pozulur. Bundan başqa, alkoqolun metaboliti olan asetaldehid kokanserogen xüsusiyyətlərə malikdir. Müntəzəm istehlak zamanı alkoqol qida rasionunun enerji dəyərinin ümumi səviyyəsinə təsir göstərir və digər qida komponentlərinin optimal nisbətini pozur. Ən əsası isə həddən artıq spirtli içki istehlakı ilə fol turşusunun aşağı göstəriciləri arasındakı qarşılıqlı əlaqədir. Belə ki, alkoqol nazik bağırsaqda folatların sorulmasına maneə törədir və fol turşusu defisiti yaranır. Bundan əlavə, alkoqol kanserogenlər üçün həlledici rolunu oynayır və onların sorulmasını artırır. Birbaşa prokanserogen təsirlə yanaşı, alkoqol endokrin və immun sistemlərə depressiv təsir göstərir və orqanizmin təbii şişəleyhinə müqavimət mexanizmlərinin effektivliyini azaldır. Alkoqol, oksigenin genotoksik formalarının hasilatını stimullaşdırmaqla, orqanizmdə oksidləşdirici stressi artırmağa meyillidir. Bu isə öz növbəsində ənənəvi olaraq kişilərdə müşahidə olunan ağız boşluğu, qırtlaq, yemək borusu, qaraciyər və düz bağırsağın onkologiyası riskini artırır. Kişilər qadınlarla nisbətdə bu patologiyalardan 2 dəfə çox əziyyət çəkirlər. Bu məlumatlar Amerika Xərçəng Araşdırmaları İnstitutu tərəfindən çoxsaylı tədqiqatlar nəticəsində əldə edilmişdir. Hipodinamiya və mobil vasitələrdən şüalanma. Bugün vaxtı ilə yeganə əyləncə vasitəsi sayılan televiziya qutularının miniatür varisləri, notebooklar, planşetlər, smartfonlar, oyun tətbiqləri bizim asudə vaxtımızın və sağlamlığımızın əhəmiyyətli hissəsini zəbt etmişdir. İnternet şəbəkələrinin aktiv abonentlərinin sayı durmadan artmaqdadır. Bugün Azərbaycanda əhalinin 81,1%, 8 milyon 260 mini internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5% artıb. Demək olar ki, günün 24 saatı mobil qadjetlərdən şüalanmaya məruz qalırıq. İnternetdən asılların sayı ilə onkoloji xəstəliklərin sayı düz mütənasibdir desək, yanılmarıq. Screen time, yəni ekranı olan mobil vasitələrdən istifadə müddəti göstəricisinin sağlamlığa birbaşa təsiri tam olaraq öyrənilməyib. Lakin buna baxmayaraq bu göstərici hipodinamiyanın, yəni az hərəkətliliyin və bunun nəticəsi olaraq çəkinin artmasının, hətta piylənməyədək səbəblərindən biri olaraq dolayısı kanserogen faktorlar sırasına daxil edilmişdir. Xüsusi narahatlıq doğuran isə odur ki, ümumdünya internet toruna ilişənlərin əksəriyyətini uşaqlar və yeniyetmələr təşkil edir. Çoxları üçün idman və təmiz havada dostlarla gəzinti smartfonla əvəzlənib. Rəqəmlərə nəzər yetirin. Bir ildə Azərbaycanda təxminən 260 milyon manat dəyərində 1 milyona yaxın mobil rabitə avadanlığı alınıb. Şübhəsiz ki, həmvətənlərimiz bu pulu sağlam həyat tərzinə, düzgün qidalanmaya yönəltmiş olsaydılar, millətin sağlamlığı daha da möhkəmlənərdi.
Qeyri-əlverişli ekoloji şərait. Təbiətə, ekologiyaya qarşı ilbəil artan texnogen intervensiya sözün əsl mənasında təcavüz, ətraf mühitin qorunması istiqamətində səyləri heçə endirir. Bugün Azərbaycan yollarında şütüyən avtomobillərin sayı 1992-ci illə müqayisədə 2 dəfədən çoxdur. Bu isə insanın tənəffüs orqanlarına mənfi təsir göstərən mühərrikdən çıxan ziyanlı qazların 2 dəfədən çox artması deməkdir. Tənəffüs orqanlarının onkologiyasında son 10 ildə 6,2% artım olmuşdur. Bütün xərçəng xəstəliklərinin 10%-ni traxeyanın, bronxların və ağciyərlərin xərçəngi təşkil edir. Kənd təsərrüfatında aqrokimyəvi vasitələrin geniş tətbiqi meyvə və tərəvəzlərdə nitratların artıq miqdarda toplanmasına səbəb olur ki, bu da insan orqanizmində nitritə çevrilir. Nitritlər isə öz növbəsində mürəkkəb biokimyəvi reaksiyalara girərək kanserogen nitrobirləşmələrin yaranmasına səbəb ola bilər. Yenitörəmə yarada biləcək maddələr içməli suya da qarışa bilər. İçməli suyun xlorlaşdırılması nəticəsində halogenləşmiş karbohidratlar əmələ gəlir və suda mutagen aktivlik yaranır. Borularla hərəkəti zamanı su dəmirlə təmasda olur və dəmirin artıq miqdarda mənimsənilməsi onkoloji riski artırır. Ultrabənövşəyi şüalar ətraf mühitin daha bir kanserogen faktorudur ki, hüceyrə immunitetini zəiflədə və bədxassəli şişlərin yaranması riskini artıra bilər. Farmasevtik məhsullardan sui istifadə. Əczaçılıq məhsullarının satışının ilbəil artması, analgetik, hormonal preparatların və antidepresanların nəzarətsiz qəbulu qaraciyər və böyrək xərçəngi üçün risk faktorlarından biridir. Bu orqanların xərçəngi ilə xəstələnmə hallarının son 10 ildə artım tempi bunu deməyə əsas verir. 2010-cu ildən bəri tibbi məhsulların satışında artım tendensiyası saxlanmaqdadır. Onu da qeyd etmək lazımdır ki, son illərdə ölkəmizə idxal edilən farmasevtik məhsulların, o cümlədən bioloji fəallığa malik qidə əlavələrinin keyfiyyəti də qənaətbəxş deyil. Lakin bu başqa bir söhbətin mövzusudur. Bu barədə videomuzu izləyə bilərsiniz. Orta statistik Azərbaycanlı həddindən artıq siqaret çəkir, alkoqollu içkilərdən su istifadə edir, öz qidalanmasına nəzarət etmir, kontrolsuz, həkim təyinatı olmadan tabletləri qəbul edir, idmanla dostluq etmir və vaxtının böyük hissəsini hərəkətsiz olaraq smartfon əlində, televizor qarşısında keçirir. Bəli, artıq necə yaşadığımız, nə yediyimiz, ətrafda nələr baş verdiyi barədə düşünmənin vaxtı gəlmişdir. Özümüzə, sağlamlığımıza qarşı həm bir fərd olaraq və həm də ümumilikdə toplum olaraq diqqətin və məsuliyyətin artırılması labüddür. Bu, müasir dövrümüzün aktual problemlərindən biridir. Çalışın, sağlam qalın.